Peygamber sallallahu aleyhi ve sellem dedi ki, Kutsi hadisi, Acibe Rabbuna min kavmin yuqaduna ilal cenneti bis selasil. Rabbimiz cənnətə zincirlənmiş formada aparılan qövmə təəccüb elədi. Cənnətə zincirlənmiş halda, bağlı bir vəziyyətdə. İnsanlar vardı ki, onlar bir əmələ dəvət olunurlar, çağırılırlar, cənnətlə nicat tapsınlar deyə. Yəni, sən insanları çağırırsan, filan əməl ilə gələn, yaxşı əməllər ilə gələn, neyinə gələn? Yaxşı əməllər ilə ki, cənnətlə uğur tapasan. Görürsən ki, bu insanlar, bəzisi, o çağırılanların bəzisi məsələyə yüngül yanaşırlar. Yəni, salih əməlin dalınca yüngül gedirlər. Yəni, tələsmirlər onun üçün. Tənbəllik edirlər, sonra gedərik. Beləncə bir şey edirlər. Lakin buna baxmayaraq, onlar dəvət olunurlar, onlar rəğbətləndirilir. Ola bilsin ki, yuxazı alə eydihim. Yəni, əllərindən də bir dəqiqə tutub aparsa ki, gəl də, belə. Bunlar cənnətə bağlı bir vəziyyətdə girəcəklər. Yəni, zincirli bir vəziyyətdə girəcəklər cənnətə. Və həkədə dəvətul kuffar və cihaduhum liyədxulu fi dinil İslam. Yəni, kafirlərin də dəvət eləmək, onlarla cihad eləmək də belədir ki, onlar İslam dininə daxil olsunlar deyə. Yəni, sən kafirlərin də üstünə nədir? Beləncə düşürsən, dəvət edirsən, cihad edirsən ki, İslama girsinlər. Belə elədikdə onlar neynirlər? Etiraz edirlər, xeyr dəvətinin qarşısını alırlar və mümanəə, yəni ki, mani olurlar. Yox, biz imtihan edirik. Allah subhanahu ta'ala kimi xeyr istəyərsə də ona hidayət verər, onun köksünü İslam açar. Niyyətdə saxlayın. Mal, mülk hamiyə verilir. Hidayət Allahın sevdiyi qullarına verir ancaq. Yadda saxlayın. Hamının, kafiri də, müsəlmanı da mal, mülk hamiyə verilir. Fərq yoxdur. Amma hidayət yalnız Allahın sevdiyi qullar üçün verilir. Allah Teala istədiyini hidayət verir, istədiyinin köksünü İslam'a açır. İstədiyini də azdırır, onun köksünü sıxır, sanki göydən atılan bir şey. Sən təsəvvür ki, yuxarı qalxdıqsa atmosfer insanı sıxır. İnsan nəfəs ala bilmir. O yüksək bir yerdən insan atılanda da o sürətdən o sinəsi sıxılır insan. Nəfəs ala bilmir insan. Yəni, sanki o insan göydən tumanı. Yəni, kimi azdırarsa da onun köksünü sıxar Allah subhanahu. İnsanlar var, milyardları var ama xoşbaxt deyirlər. Üzlərindən kədər, qəm, əzik deyil. Niyə? Kök sıxılıbdır, yəni qəlb sıxılıbdır, sinə sıxılıbdır. Bu hədisdə Allah subhanahu ta'alanın feyli sifəti, təəccüblənmə sifəti vardır. Razılıq sifəti vardır, qəzəb sifəti. Necə ki, razılıq sifəti var, onun necə qəzəb sifəti var, necə ki, istiva, yüksəlmə sifəti vardır. Həmçinin də onun təəccüblənmə sifəti vardır. Və bu sifəti Allah subhanahu ta'ala üçün ispat olunması vacibdir. Onun cəlalına, əzəmətinə layiq olan bir şəkildədir. Təhrif eləmədən, dəyişmədən, təatil eləmədən, inkar eləmədən, keyfiyyət vermədən və oxşatmadan. Necə ki, Rəbbimiz də bunu bizə bildirmişdi. Leysə kəmislihi şey, onun mislində heç nə yoxdur. Və huvə səmi'ul basir, o eşidəndir,